Zaqatalada ailə münaqişəsi yenidən yanğınla nəticələnib. Hadisə dünən axşam saat 23:00 radələrində rayonun Bəhmədli kəndində qeydə alınıb. Kənd sakini 32 yaşlı Araz Ərşadoğluna məxsus evin həyətyanı sahəsində yerləşən ümumi sahəsi 12 kvadrat metr olan yardımcı tikilidə yanğın baş verib. Hadisə yerinə cəlb olunan Zaqatala rayon Dövlət Yanğından Mühafizə hissəsinin əməkdaşları yanğını qısa müddətdə söndürüblər. İlkin araşdırmalar zamanı yanğının qəsdən törədildiyi məlum olub. Məlumata görə zərər çəkən Araz Ərşadoğlu ilə əmisi 61 yaşlı İlham Məmmədov arasında uzun müddətdir ki, torpaq sahəsinə görə mübahisə gedir. Qohumlar arasında yaranan narazılıq zəminində İlham Məmmədovun qardaşı oğluna məxsus yardımcı tikilini yandırdığı bildirilir. Qeyd edək ki, keçən ildə Araz Ərşadoğlunun yaşadığı ev müəmmalı şəkildə yanıb. Dünən isə ailənin əşyalarını yığdıqları yardımcı tikili alovlanıb. Zaqatala rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb və istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.